Respublikamıza külli miqdarda narkotik gətirən şəxs polis tərəfindən saxlanıldı. Daxili İşlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat tədbirini həyata keçirib. Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları 10 kiloqramdan çox müxtəlif tərkibli narkotik maddəni qanunsuz dövriyyədən çıxarıb. İran İslam Respublikasının qaçaqmalçılığı yolu ilə ölkəmizə gətirilən külli miqdarda narkotik maddələrin Bakı şəhərində satılacağı barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini 55 yaşlı Rahib Niftəliyev 8 kiloqram tiryək və 2 kiloqramdan çox həşişi Yasamal rayon ərazisində satarkən cinayət başında yakalanıb. Onun əlindəki idman çantasından ümumi çəkisi 10 kiloqramdan çox olan tiryək və həşiş aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs bildirib ki, bir neçə gün əvvəl İranda səfərdə olarkən Əli adlı şəxslə tanış olub. Rahib Niftəliyevə narkotik maddə alver etmək təklifini verib. Tərəflər arasında razılıq əldə olunduqdan sonra Rahib Niftəliyev ölkəmizə qayıdaraq Əlidən zəng gözləyib. Nəhayət Əli Rahibə zəng vurub və narkotik maddələr Cəlilabad Astara yolunun kənarında gizlədildiyini bildirib. Rahib Niftəliyev narkotik maddələri gizlədildiyi yerdən götürərək satmaq üçün Bakı şəhərinə gətirib. O, əvvəlcədən tapdığı müştəriyə narkotik maddələri 50.000 Amerika dollarına satıb. Bu zaman əməliyyatçılar onu cinayət başındaca ələ keçiriblər. Malı götürdüm Cəlilabad Astara tərəfindən. Orada bir plakat var oradan. Final deyilən bir plakat var oradan. Götürdüm, gətirdim oradan. Elə bir yeni Yasamal deyilən əraziyə. Oradan bizim marketin qabağında. Mən həmən adamla əlaqə yaratdım, o dediyi adamla. O eləncik. Gəldilər orada da, verdim malı. Sonra onlar mənə pul verdi. Pul aldım, qoydum cibimə. Maşın numaralarında polisçilər məni tutdular. Saxlanılan şəxs ifadəsində bildirib ki, narkotik maddə satışından əldə olunan pulları elə həmin gün İran İslam Respublikasına apararaq Əli adlı şəxsə verməliymiş. Pulun 12.000 dolları isə özünə qalacaqmış. Faktla bağlı cinayət işi açılıb.